Kadayıflı desert hazırlayırıq. Başlayaq. Burada kadayıf var və biz onun rəngi dəyişənə qədər tavada qovuracağıq. Kremi hazırlayırıq. 200 qram krem pendir, 2 yemək qaşığı şəkər tozu. Mikserləyirik. 300 qram meyvəli yoğurt əlavə edirik. Yenidən qarışdırırıq. Üzərinə 200 qram da qaymaq əlavə edirəm. Və yenə qarışdırıram. Hər şey hazırdır. İndi başlayırıq hazırlamağa. Qovurduğumuz kadayıfı qaba yaydıq. Kremin bir hissəsini yayırıq üzərinə. Nə olub ay quş? Kadayıfın geri qalan hissəsini də üzərinə əlavə edirik. Kremin qalan hissəsini də əlavə edirik. Çox az qalmışdı, amma nəysə. Ən son üzərinə hazırladığım şokolad sosunu əlavə edirəm. Hazırdır, bir neçə saat soyuducuda saxladıqdan sonra dadına baxacağıq. Üstündən 12-13 saat keçib. İndi mən də dadına baxacağım. Belə görünür. Dadına baxırıq. Dadı çox mükəmməldir. Siz də hazırlayın.